Salam verir ki, ay Azərbaycan xalqı, baxın. Bax, bura bizim fermamız idi. Burada qoyun saxlayırdıq, 300-400 qoyun saxlayırdıq, onunla dolanırdıq. Bura Səfiyə Bakı kişinin yeridir. 75 yaşı var. Bax, gəlib bizim fermamızı şirkət elətdirir. Ağcabədin icrabatçısı başda olmaq şərti ilə. Baxın, bax, ay millət, baxın, belə ədalətsizlik olar. Bizim fermanı söküb yerlə yeysən eləyib. Bax, belə də şuma döndəriblər. Yerindən də şum əkiblər. Bax, burada bir evimiz var idi, vagon idi. Burada da bir ev var idi. Bax, söküb, töküb, gör nə günə qoyublar. Baxın, belə Allahsızlıq olar. Ağcabədin icrabatçısı eləyib, mavini eləyib, bilmirəm. Bax, dərdimizi kimə dək, belə Allahsızlıq olar. Bax, söküb, töküb. Bax, ictimai burada idi. Burada da bir evimiz var idi. Orada da bir ev var idi. Vagon idi. Onu da aşırdıq, böyür üstə qoyublar. Bax, yığıb gətirib zibil kimi bir belə materialları məhv eləyiblər. Bax, insana belə zülm eləyərlər. Baxın, bax, bu zülmü kim eləyərlər? Bax, bu fermanın taxtasın, tuxtasın, bütün materialın zibil kimi gətirib yığırlar bura. Baxın, ictimainin, evin, bir evimizdə deyib, buradaydı. Mənim dədəm 2 ildir şikayət edir, şikayətinə də baxan yoxdur. Bəs bunlar kimə güvənir, kimə arxalanır, belə Allahsızlıq olar, baxın. Başımızı götürək, hara gedək? Bax, burada da bir ev var idi. Onu da söküb, deyib, aparıb yığıblar, bax, biraz da yaxınlaşdırıb. Bax, yığıblar bura, zibil kimi. Hər tərəfi də əkiblər. Səki burada nəsə eləyəcəklər. Hansı şirkət adında qoyublar ki, Azər şəkərdir, yalandan. Bax, burada ağaçlarımız var idi, biraz durur. Nə qədərinə traktorun qabağına verib, buldozerin qabağına verib, qırıq eləyiblər. Orada nə qədər ağaçlarımız var idi onda. Bax, qoyunlarımız da deyil, demək olar ki, çöldə qalır, baxın. Deyil, bax, qoyunlarımız da orada tutduyur. Bax, dərdimizi kimə dək, bilmirik. Bax, bu qoyunlar. Bu da qoyunlardır, görürsünüz mü? Gecə maşında yatırıq, qoyunlar da çöldə yatışır. Ben bunu Allah götürər, Allah evuzu yıxsın, evuzu başınızı sürtsün sizi. Balazdan çıxsın sizi. Baxın, baba şum eləyirlər, baba yalandan. And olsun Allaha, baba. Heç nə, insanlara zülüm eləməkdir ki, insanlar ölsün, başımızı götürək. Azərbaycandan çıxaq gedək. Niyə? Niyə getməliyik? Siz rədd olun, cəhənnəm olun, çıxın gedin bu Azərbaycandan. Biz niyə getməliyik ki? Bura bizim vətənimizdir, elimizdir, obamızdır. Bəs bunu Allah götürər. İndi bunu çəkirəm ki, prezidentə göstərək ki, prezident baxsın buna. Ki, belə Allahsızlıq olar. Bura, elim, dədəmiz, babamız, baba deyil, bu yuxarılarda bizim qəbirstanlığımız var. Dədəmiz, babamız burada doğub, burada böyüyür. Baxın.